qanaxma şikayəti ilə bizə daxil olub. Burada çoxlu miyomalar var. Burada görünür miyomalar. Bu miyoma ən böyük olan miyomadır və xanıma qanaxma verir. Burada bir miyoması var. Bir miyoması da sidik hissəsinin arxasındadır. Burada olan miyoma. İndi onu daha yaxşı görəcəyik. Pasiyentimizə sidik hissəsində sıxılmaya səbəb olduğuna görə tez-tez sidiyə çıxma verir. Və əlbəttə ki, bu miyomalarla bir insan yaşamamalıdır. Çünki bunlar ağrı verir, bu isə qanaxma verir pasiyentə. Bu da həyat komfortunu pozan bir şeydir. Əməliyyat vaxtı bu miyomaları çıxarmaq olur. Ən çətində bu miyoma çıxır. Çünki bu miyoma uşaqlıq boyuna və sidik yaxalarına yaxın yerləşir. Yəni qorxduğunuz yerdə yerləşir. Bu pasiyentimizdə şokolad kistası var burada. Abdominal müayinədir. Uşaqlıq burada yerləşir. Belə uşaqlıq budur və uşaqlığın sağ tərəfində, sağ yumurtalığında kiçik bir 3 santlıq şokolad kistası var. Endometrioma da deyilir bu kistalara. Burada kistanı ölçmüşük. 31'in 31 milimedir. Bu başka bir şeydir. Burada erkən həftəli bir şey görürük. Bu şəkillərdən çox xoşum gəlir. Uşağı tam aydın görmək istəyən xanımlar üçündür. Tam aydın şəkildə uşaq bizim taktika tamamilə çıxır. Birazdan böyüyəcək və onda artıq biz hissə-hissə baxacağıq uşağa. Burada şokolad kistaların ölçüləri, şokolad kistası var xanımda. Biri bu yumurtalıqda buradadır. Digəri isə bu yumurtalıqda burada yerləşir kistalar. Burada maraqlı görüntü dediğimiz içlər bu kistaların, yəni yumurtalıqların birbirine yaxın yerləşməsi, yəni öpüşən yumurtalıqlar deyilir, kissing ovaries deyilir. Bir-birinə yapışmalara bağlı olaraq bir-birinə yaxın yerləşirlər.